Dostlar, indi bu isbatları idi. Ümumiləşdirək deyək. Ümumiləşdirib desək, düz bucaqlı, üç bucaqda. Belə çəksəm qarşı olacaq. Tən bölən iştirak edirsə, məsələn, tən bölən və hündürlük arasındakı bucaqda, hündürlük arasındakı bucaq x desəm ona, tən bölən və hündürlük arasındakı bucağı soruşursa, tən bölən sözü varsa, əzbər qaydasıdır bu. Tən bölən nə edir? Bucağı yarıya bölür. Tən bölən sözü varsa 2-yə bölmə var. Yəni alfadan çıxıb betadan böləsən 2-yə, yəni böyükdən kiçiyi çıxıb böləsən 2-yə. Və ya tən bölən və tən bölən hündürlüyə baxırıq. Tən bölən və median. X desən, arasındakı bucağa x desən, yenə də bu düz bucaqlı üst bucaqda böyükdən kiçiyi çıxıb iti bucaqlardan gedir söhbət. Böləsən 2-yə. 2-yə bölmə nə zaman oldu? Tən bölən sözü varsa. Burada da zaten 3 hal mövcuddur da. Bu birinci düsturdur, bu 2-dir. Üçüncüdə də tən bölən hündürlük, tən bölən median qaldı nə? Median və hündürlük. Median və hündürlük. İndi bu bucağa da x desəm, bu zaman 2-yə bölmə yoxdur. Elə sadəcə alfadan, betadan çıxırsan, böyükdən kiçiyi çıxırsan. Bunu dedim ki, bu məsələ həllərində bizə lazım olur deyə. Amma o atdığım isbatları, yəni yaxşı oxuyan uşaqlar onların mütləq şəkildə özlüyü tək başına yazmalıdır. Elə də asan isbatlar deyil. Yəni biraz qarışıqdır. Çətin bir şey deyil, sadəcə qarışıqdır. Yəni 2-3 dəfə onu məşq eləyin ki, yadınızda qalsın. Belə. İndi digər isbat atım.